Bugün səhər saatlarından Bakıda və Abşeron yarımadasında müşahidə olunan güclü küləyin iyulun 28-i gündüz saatlarına dək davam edəcəyi proqnozlaşdırılır. Bakıda və Abşeron yarımadasında avtomatik stansiyalarının əldə olunan məlumata əsasən tozlu hava şəraiti müşahidə olunur. Tozun miqdarı normadan 1,14, 1,17 dəfə çoxdur. Və müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq lokal xarakterlidir. Və buna əsas səbəb isə bugün səhər saatlarından Bakıda və Abşeron yarımadasında başlayan güclü şimal-qərb küləyinin yerin üst səth hissəsində formalaşan toz kütlələrinin ətraf ərazidə yaymasıdır. Paytaxtda müşahidə olunan güclü külək və tozlu hava şəraiti gündəlik həyata da təsirsiz ötüşmür. Belə ki, tənəffüs sistemi xəstəlikləri olan insanlar bu cür hava şəraitində narahatlıq çəkirlər. Narahat edir, sinəmi narahat edir, ağcıqarım nəfəs almağa çətinlik çəkirəm. Tozlu hava pis, əlbəttə ki, nəfəs alanda insan nəfəs sisteminə, ciyərlərinə gedir, allergiyası olmayana belə pis təsir edir. Yəni qıcıqlandırma, qaşınma, gözdə yaşarma, bunların hamısına pis təsir edir. Yəni hər səhər hardasa 4-5 dəfə arda-arda asqıraraq yuxudan oyanırıq. Hamıya ziyandır, elə öskürəyə də qarşı bronxit problemləri olana, şəxsən mənim özümə də ziyandır, mənə böyrək köçürülüb deyə. Mütəxəssislər bildirirlər ki, tozlu havanın tənəffüs yoluna daxil olması müəyyən xroniki xəstəlikləri kəskinləşdirə bilər. Ona görə də tozun çox olduğu saatlarda açıq havada uzun müddət qalmamaq, maskalardan istifadə etmək tövsiyə olunur. Eyni zamanda gün eynəklərindən də istifadə vacib hesab edilir. Bunlar nədir? Astma, ağziyarın obstruktiv xəstəliyi, bronxit kimi xəstəlikləri daha da şiddətləndirə bilər. Bəzən də ola bilər ki, tozlu hava özü birbaşa xəstəliklərin yaranmasına gətirib çıxardır ki, bunlardan biri tənəffüs yolu infeksiyalarıdır ki, xüsusən də tozlu havanın daxil olması nəticəsində biz nə olur? Havanın tozun miqdarı həddindən artıq çox olduğunda bizim burnun seyirci qişəsi o tozun bir hissəsini saxlayır, amma geri qalanını isə artıq tənəffüs yollarına daxil olur. Bununla bərabər də eyni qaydada infeksiyaların daxil olması nəticəsində tənəffüs yolu xəstəliklərinin, infeksiyalarının artması müşahidə oluna bilər. Baş Dövlət Yol Polisi İdarəsi və Fövqəladə Hallar Nazirliyi əhalini ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Lalə Allahverdiyeva, Çingiz Qəniyev, ASTV Xəbər.